belə deyək, Canananın o ürəyə getməsində. O yalan idi. Bax, sizə bir səmimi söz deyim də. Baxıram, deyirəm, ilahi, insan bir yerinə çatar. Ophelia, niyə sən göz vurdun? Birinci onu sual verin mənə ki, Cananaya baxıb niyə göz vurub belə elədin? Adam bir sual verər. O da başlayırlar ki, danışmaq üçün danışmağa, yazmaq üçün yazmağa. Elə deyil axı. Canananın yaxını mənəm də, belə. O göz vurmağım mən deyəcəm. O göz vurmağım nə idi? Mən Canana verilişi gələn gördüm, rəngi ağrıdı. Mən ona həmişə əsəbləşəm ki, sən nə yiyirsən, yiyirsən. Nə vaxt baxıram, gün orta nə edirsən? Heç nə yatıram, bəzənirəm mən. Ay Canana, yeməyini ye. Yaman günə qalarsan, o da zələ danışırıq. Onu çox sevirəm şeylər ki. Nə bilim, ay Ophelia xanım. Dedim, qız sənin rəngi ağıdır. Mənə qayıtdı, oxuyaraq dedi ki, əlinlə göstərdi ki, mən yaxşı deyiləm. Mənə göz vurdum ki, ay bilməyənlər. Dedim, gəl otur yanımda. Orada yıxılıb özünü qiyavr eləyəsən, yıxıb düşəcəksən, başın gözün partlayacaq qız. Belə elədim, otur yanımda da, nə olsa cəhənnəm yanımda olsun. Yəni bu gündəm üçün olmuş. Gündəm üçün Ophelia, elə bir şeylər danışar. Kimlərdə? Zəft eləyər. İnanın ki, partlayar yergi. Onu saxlamışam, ən son. Biraz belə.